Değerli müəllimlər və əziz müdavimlər, bu gün də 2025-ci ildə müəllimlərin işə qəbulu imtahanda istifadə olunmuş Azərbaycan dilindən növbəti bir sual nizahını sizinlə paylaşıram. Deyir ki, ikinci cümlədən fərqli olaraq birinci cümlədə 3 nöqtə qoyulub, nöqtələrin yerinə yazıla biləcək hansı fikirlər uyğunsuzluq əmələ gətirir? Deməli, 2 cümlə verib. Deyəsən olanları görəndən sonra o da buraya gəlirdi. Elə bir düşündürücü hadisə idi ki, təbii ki, hamıya təsir etmişdi. Deməli, bu iki cümlə arasındakı məntiqi ardıcılığı biz müəyyən etməliyik. Şərtdə deyir ki, uyğunsuzluq əmələ gətirən. Fikir verin, uyğunsuzluq. Deməli, birinci cümləyə elə fikirlər yazılmalıdır ki, nöqtələrin yerinə o fikirlər onu tamamlaya bilməsin. Yəni, yanlış fikirlər olsun. Amma bu fikirlər ikinci cümlədə fərqli olmalıdır. Baxın, deyir, fikrə münasibət bildirən söz təsdiq məzmunu ifadə edir. Birinci cümlə deyəsən modal sözünü görürük də, düzdür? İkinci cümlədə də təbii ki, modal sözünü görürük. Hər iki cümlədə modal sözlər iştirak edir. Və birinci cümlədəki modal söz təsdiq məzmunu vermir. Güman şübhə bildirir. Amma ikinci cümlədə təsdiq məzmunu verir. Deməli, bu birinci cümlə üçün yanlış bir fikirdir. Yəni, yanlış olduğu üçün biz bunu doğru hesab edirik. Sonra zərflə amonim olan söz feili sifətə qoşulmuşdur. Baxıram, görürəm birinci cümlədə sonra sözü qoşulub. Və bu söz zərflə amonimdir, zaman zərfi ilə amonimdir. Feili sifətə qoşulub, tərkib əmələ gətirib feili sifətə qoşulub. Bu doğru fikirdir, götürmürəm. Ədat işlənib, lakin bağlayıcı vasitə deyil. Birinci cümlədə da bağlayıcısı iştirak edir. İştirak bağlayıcısı var, o iştirak edir. Və ədat deyil. Yəni, bu yanlış fikir olduğu üçün uyğunsuzluq əmələ gətirir. Bunu götürürəm. Kökü feil olan, feildən düzələn sifət işlənib. Bu söz ikinci cümlədə var. Düşündürücü. Amma birinci cümlədə yoxdur. Düzdür? Deməli, bu fikir doğru fikirdir. Çünki birinci cümlədə kökü feil olan, feildən düzələn sifət işlənməyib. Bu uyğunsuzluq əmələ gətirir. Yanlış fikirdir, götürürəm. Xəbər şəklində olan söz ədatla amonim olan, quruluşsa sadə sözdür. Bu söz ədatla amonimdir. Artıq bu söz yox. Deməli, bu birinci cümlə üçün doğru fikirdir. Bu şərt test tapşırığının şərtini ödəmir. Deməli, cavabımız nə oldu? 1, 3, 4. Doğru cavabımız olacaq B variantı.